Bilirsiniz birja nəyə görə? Birja tradingə gələnlərin əksəriyyətini əzib atır bayıra. Çünki gələnlərin 99%'nin ağlında bir fikir var. Tez və çox qazanım. Bu çox yanlış bir fikirdir. Bunun da səbəbi bilirsiniz nədir? Sosial şəbəkələrdə yaxşı pul qazanmağın ən rahat və ən asan yolu tradingin olduğu göstərilməsidir. Buna qətiyyən inanmayın. Yəni trading Galinvagin deyil, trading Lamborghini deyil, villa deyil, bahalı həyat tərzi deyil, bahalı restoranlar və yaxud bahalı otellər deyil. Trading dünyanın ən çətin sahəsi və peşəsidir. Bəli, burada çox gözəl pul qazanmaq olur, amma yenə deyirəm, trading sizin mali azadlığınızı təmin eləyən bir sahədir. Yəni buradan 5-10 manat qazanıb, yəni öz belə deyək, azadlığınızı təmin eləyə bilərsiniz. Yaxşı pullar da qazanmaq olur, amma fikrinizdə bu olmamalıdır. İlk növbədə əgər həqiqətən bu sahəni seçdinizsə, ilk növbədə edəcəyiniz şey bu sahəni dərindən öyrənmək cəhdidir. Bunu eləyin, buna başlayın. Çünki trading mənəvi və psixoloji zəif adamların yeri deyil. Siz hələ bir başlayın, baxın görün sizdə bu alınırmı? Psixoloji olaraq tab gətirə bilirsiniz, yoxsa yox? Gələn kimi əlinizdə olanları yatırmayın. Çünki bu çox çətin bir sahədir. Bax, itirəcəksiniz. %100 yəni o pulu itirəcəksiniz. Heç kimə də etibar eləməyin. Çalışın. Özünüz bu sahəni əgər yenə də deyirəm, seçdinizsə, artıq bu sizə maraqlıdırsa, tam dərindən öyrənəndən sonra müəyyən bir uğurlar əldə eləyə biləcəksiniz. Yəni uğur əldə eləmək realdır, amma çox israrlı olduğunuz halda, bunu dərindən öyrəndiyiniz halda, başqa halda sizin qazanmağınız mümkün deyil və sizə heç kim pul qazandırmaq fikrində deyil. Yəni bu şeylərə çalışın, aldanmayın.